sükanı tuturuq saat 9 və 3 istiqamətində. İndi mən komanda verəndə ki, sükanı sola çeviririk, başımızı çevirib baxırıq sola. Sükanı sağa çeviririk deyəndə başımızı çevirib baxırıq sağa, amma sükanı fırlada. Mən sola baxırıq deyəndə güzgüyə baxırıq, nəzərdə tutmuram. Çiyin baxışı ilə başımızı çeviririk sola, bax bu baxışı istəyirəm. Aydın oldu? Sükana qəti şəkildə baxmırıq, qəti şəkildə sükana baxmırıq. Məqsəd burada bizim sola baxaraq sükanı düzgün döndərməyə bacarmağımızdır. Yəni əllərimiz dolaşmasın bir-birinə. Aydındır? Sükanı çeviririk axıra qədər sola. Axıra qədər əhsən. Sağa çeviririk. Sağa baxaraq sola çeviririk. Sola baxırıq və çiyinin də bu söykənəcəkdən ayrılması əladır. Sağa çeviririk. Yox, yaxşıdır. Stop. İndi elə eləyirik ki, sükanımız düz olsun. Daha doğrusu təkərlərimiz düz dayansın. Bunun üçün sükanı axıra qədər çeviririk ya sola, ya sağa. Dirəndi. İndi dirəndiyi yerdən 2 kruq əksinə qaytarırıq. Yəni 2 dəfə düz vəziyyətə gətiririk. 1, 2. İndi əmin olduq ki, sükanımız düzdür. İndi sola baxırıq, sola, tələsmə. Sükana baxmadan sola baxırıq. Sükana baxmadan rolu bir dövrə, 1 kruq sola fırladırıq. Əhsən. Bir dövrə sağa fırladırıq, baxmadan. Baxmadan. Sükana baxmırıq. Gözümüzü dirəyək sol tərəfə. Qəti şəkildə sükana baxmayaq. Mən istəyirəm ki, sabahsı gün, çünki bu problem olur. Deyəndə ki, sükanı bir dövrə fırlat, yəni rolu 1 kruq fırlat, rula baxırsınız, qarşıya baxmırsınız. Ona baxmadan hiss eləmək lazımdır. Bir dövrə fırlatdım, yoxsa yox. Sola baxaraq bir dövrə sola fırladırıq. Sükana baxmadan bir dövrə sağa. Əhsən. İndi ayağımızı qoyuruq əyləc pedalının üzərinə. Bəli. Ayağımızı yəni basmağa ehtiyac yoxdur. Əyləc pedalından qaz pedalına, yəni tormuzdan qaza, qazdan tormuza işlədirik. Eyni zamanda sükanı çeviririk və baxış öz yerində. Baxış çox vacibdir. Baxmırıq, sola çevirəndə sola baxırıq, sağa çevirəndə sağa baxırıq. Əhsən. Stop. Elə eləyirik ki, təkərlərimiz düz dayansın. 1, 2. Əla. İndi dönmə siqnalı dediyimiz, yəni pavarotniki sağa yandırırıq. Sol tərəfdəki siqnal ki var, əlimizi sükandan götürmədən, barmağımızla yuxarı yandırırıq. Sağa dönmə siqnalımız aktivləşdi, düzdürmü? Söndürürük. Sola dönmə siqnalını yandırırıq, yəni aşağı. Söndürürük. İndi bax qızım, bu ola bilər ki, sənin yadında qalmasın. Yəni, mən deyəndə ki, dönmə siqnalını sağa yandır, sən çaşasan ki, sağ hansı tərəfi idi? Aşağı eləyəndə mi yanırdı, sola, yuxarı eləyəndə mi yanırdı? Dirsəyimizi bükək, bax belə. Bunu yadda saxlamaq üçün sadə bir yöntəm var. Maşının sağa getməsi üçün sükanı hansı tərəfə çevirməliyik? Sağa. İndi sol ələ baxaraq sükanı yavaşca sağa çevir. Çevir. Aha, çevir. Stop. Sükanı sağa çevirəndə sol əlin hara getdi? Yuxarı qalxdı, yoxsa aşağı? İndi sola getmək üçün də sükanı sola çevirməliyik, düzdürmü? Sola çevirəndə bax gör sol əlin hara gedir? Aşağı. Sol əlimiz hara gedirsə, dönmə siqnalı da ondan paralel işlədirik. Aydındır? Bir tək barmağımızı qarşıya uzatmağımız kifayət edir. İndi sağa dönmə siqnalımızı yandıraq. Söndürək. Sola dönmə siqnalımızı yandıraq. Söndürək. İndi yenə də sükanı çeviririk sola, sağa.
baxış öz yerində qalır. Sola çevirəndə sola baxırıq, sağa çevirəndə sağa baxırıq. Qəti şəkildə əlimizə, ayağımıza baxmırıq. Yenə də ayağımız işləyir. Qaz, tormuz, qaz, tormuz. Və bu dəfə əlavə edirik dönmə siqnalını da. Yəni əlimiz nə vaxt oradan keçərsə, onda bəli, dönmə siqnalını aktivləşdiririk. Buyur. Amma ondan ötürü rolu dayandırmırıq. Rolu dayandırmırıq. Əlimiz oradan nə vaxt keçir, bax belə. Buna öyrəşməm lazım. Hər kəs ona öyrəşir də qızım. Əhsən. Sola çevirəndə əhsən. Amma sükanı dayandırmayaq. Əla, gözəl oldu, gözəl oldu. Baxış. Stop. Elə eləyirik ki, təkərlərimiz düz dayansın. Və stop. Sola dönmə siqnalını yandırdın, düzdürmü qızım? Sükanı sola çevirdin. İndi sol əlvi götür sükandan. Götür, tamam. Yəni dönmə siqnalı ilə işin olmasın. Sükanı əksinə, sağa çevirən kimi sönəcək. Çevir bax. Gördün? Özü sönür. Aydın oldu. Bax Ramilə, bu sənin ilk dərsindir. Düzdürmü? Bizim səndən indi qarşıda gedəcəyimiz yol uzundur. Yəni biz bunu öyrənməliyik. Amma ilk olaraq səndə ilkin vərdişlər yaradılmalıdır. Maşını necə işə salmalıyıq, rolu necə döndərməliyik, pedalda ayağımızı necə istifadə eləməliyik, baxışımız necə olmalıdır. Yəni yerində bu işləri görməliyik ilk dərsdə. Öncəliklə bu vərdişləri yaratmalıyıq. Ondan sonra biz başlayırıq hərəkət eləməyə, misal üçün döngələri dönməyə öyrənirik, sonra arxa-arxa sürüm və s. və ilaxır. Bunları biz indi yerində öyrənməsək, sonra axsayarıq. Yəni sən indi eyni anda həm sükan çevirməyi bacarırsan, həm dönmə siqnalını yandırıb söndürməyi bacarırsan, həm ayaqların işləyir və eyni zamanda da baxmadan eləyirsən bunu. Aydındır, baxış da öz yerində. Sabahsı gün gözünün qarşısında dairəni canlandır. Dairə. Düşün ki, axının sıx olduğu bir dairədəsən. Dairəyə girməzdən öncə dönmə siqnalını yandırırıq, düzdürmü? Dairəyə daxil olarkən lazımdırsa sükanı çeviririk, düzdürmü? Hərəkət intensivliyindən asılı olaraq lazımdırsa qaz basırıq, lazımdırsa əyləci, yəni tormuzu basırıq, düzdürmü? Dairədən çıxarkən də sağı yandırırıq, düzdürmü? Sükanı da çeviririk. Və eyni zamanda biz solumuzda, sağımızda olan avtomobillərə də baxmalıyıq ki, bunlara toxunuruq yoxsa yox. Yəni biz bu vərdişləri indi burada formalaşdırmasaq, sabahsı gün bizim dairəni keçməyimiz imkansız olar. Ona görə bu əziyyəti çəkirsən. Aydındır?